Bugünkü mövzumuz yuvarlaqlaşdırmadır. Yuvarlaqlaşdırma nədir? Bunu misallar üzərində asandan çətinə doğru həll eləyək. Məsələn, 5234. 5234 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırın. Bunu həll eləmək üçün öncə yüzlük mərtəbəsini tapırıq. Təklik, onluq, yüzlük. 2. 5-i yazırıq. 2-ni hələ yazmırıq, gözləyirik və 2-dən sonraki rəqəmə baxırıq. Əgər 2-dən sonraki rəqəm 0, 1, 2, 3 və 4 olarsa, olduğu kimi qalır və qalanları sıfıra çevrilir. Əgər 5, 6, 7, 8 və 9 olarsa, üzərinə 1 gəlinir. Gördüyümüz kimi 2-dən sonraki rəqəm 4-dən kiçikdir. 3'dür. Ona görə də 2 olduğu kimi qalır və qalanları sıfıra çevrilir. Bu bizim birinci misalımız. İndi keçirik ikinci misalımıza. 74613 ədədini minliklərə qədər yuvarlaqlaşdırın. Təklik, onluq, yüzlük, minlik. 7-ni yazırıq. 4'ü hələ yazmırıq. 4'dən sonrakına baxırıq. 6. Gördüyümüz kimi 4'dən böyükdür. Ona görə də üzərinə 1 gəlirik və qalanları sıfırlanır. Alınır 75.000. İndi keçirik 3-cü misala. Deyir ki, onluqlara qədər yuvarlaqlaşdırdıqda 40 alınan neçə ədəd var? Deməli, bu zaman 40-dan kiçik ədədlər, daha sonra isə 40-dan böyük ədədlər yazırıq. 35, 36, 37, 38, 39, 41, 42, 43, 44. Deməli, onluqlara qədər yuvarlaqlaşdırdıqda 40 alınan ədədlər bunlardır. Cavab elədi 9. Sayırıq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bunun bir də qızıl qaydası var. Qızıl qayda. Qızıl qayda nədir? Əgər onluqlara qədər yuvarlaqlaşdırma deyirsə, ondan bir çıxırıq, alırıq 9. Həmin o çıxdığımız bir də burada olan budur, 40. Özün soruşduğu üçün onu çıxırıq, 9. Əgər yüzlüklərə qədər yuvarlaqlaşdırma desəydi, o zaman 100-dən bir çıxıb alırdıq 99. İndi keçirik növbəti daha çətin misala. 33 ilə 79 arasında neçə yuvarlaq ədəd var? Bildiyimiz kimi yuvarlaq ədədlər hansılardır? Sonu sıfırla bitən ədədlər. 33-dən sonra və 79-dan əvvəl gələn sonu sıfırla bitən ədədlər hansılardır? 40, 50, 60, 70. Bunlar. Deməli, 33-dən sonra 79-dan əvvəl gələn yuvarlaq ədədlər 40, 50, 60, 70'dir. $54.894 ədədini minliklərə və yüzlüklərə qədər yuvarlaqlaşdırın. Alınan ədədlərin cəminin rəqəmləri cəmini tapın. Deməli, bu zaman belə olan halda əvvəlcə hissə-hissə yerinə yetiririk verilən tapşırıqları. Birinci bizdən nə soruşdu? 54.894 ədədini minliklərə və yüzlüklərə qədər yuvarlaqlaşdırın. Yuvarlaqlaşdıraq. Minliklərə qədər yuvarlaqlaşdırdıqda necə olur? Təklik, onluq, yüzlük, minlik. Yüzlük də budur. Deməli, 5'i yazırıq. 4'ü yazmazdan əvvəl ondan sonraki rəqəmə baxırıq. 4'dən böyük olduğuna görə üzərinə 1 gəlirik. Qalanlar da sıfırlanır. Yüzlüklərə baxırıq. Bu zaman 54'ü yazırıq. 8'i hələ yazmırıq. 8'dən sonrakına baxırıq. 4'dən böyük olduğuna görə üzərinə 1 gəlir və qalanları sıfırlanır. Sonra bizdən nə soruşdu? Alınan ədədlərin cəminin rəqəmləri cəmini tapın. 109.900. Bunların rəqəmləri cəmini istəyir. 1 üstəgəl 9 üstəgəl 9 bərabərdir 19. Alırıq 19. Biraz daha mürəkkəb çalışmaya baxırıq. Bu ədəddə
Deyir bu ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 43200 alınır. Buna görə deyir A neçə qiymət ala bilər? Yəni bizdən ala biləcəyi qiymətlərin sayını soruşur. Burada nə edirik? Bizə nə deyir? Yuvarlaqlaşdırdıqda 43200 alınır. Biz nə etsək burada 43200 alınır? Yəni burada hansı rəqəmlər olsa, bu 2 olduğu kimi qalar. Yəni üzərinə 1 gəlməz. Öncəki misalda dediyim kimi bunları yazırıq. Bu 2-nin olduğu kimi qalması üçün buradan sonrakının 4-dən kiçik olması, 5-dən kiçik olması lazımdır daha doğrusu. Hansılar yaza bilərik? 0, 1, 2, 3 və 4 sayırıq. 1, 2, 3, 4, 5. Deməli biz bura 5 dənə rəqəm yazsaq, bu rəqəmləri yazsaq 43200 alarıq. Gəlin yoxlayaq. Məsələn, bura yazsam 2, 1. Bunu yuvarlaqlaşdıranda necə olacaq? 43200. Niyə? Ona görə ki 5-dən kiçikdir. 0, 1, 2, 3, 4 olarsa olduğu kimi qalır və qalanları sıfıra çevrilir. Bu qədər.